Gəlin sizə Bakıda çox adamın tanımadığı, amma yeyib içənlərin yaxşı tanıdığı bir yer göstərim. Bura həm gözdən könüldən uzaq, həm də şəhərin dairəvi kənarında yerləşən qonaqlıq restoranıdır. Mənə qonaqlıq borcu olan bir dostum üzünü gizlətsə də sözünü gizlətmədi. Verdi qonaqlığımı. Hesabı axırda deyəcəm. Əvvəlcə soyuq qəlyanaltılarla başladıq. Sonra sudak sırdağı gəldi. Nədir Rövşən? Məlhəm. Dərmandır. Bal. Gəlməsi ilə də bitməsi bir oldu. 2 pors demişdik. Bax belə tavada servis eləyirlər. Bir porsu 15 manatdır. Bu sırdaqdan heç nə qalmadı ki, məhv elədiyi uşaqlar. Bu nədir? Bu roz bifdir, qaymaqlı. Roz bif bu məkanın mənə görə ən möhtəşəm yeməyidir. Üstü narlı, içi qaymaqlı, ispanaqlı can əti. Bax belə isti-isti sacda verirlər. Bir porsu 9 manatdır. Ümumiyyətlə bu məkanda balıq və qazan yeməkləri çox əla olur. Xaloğlu Vüsalın kababları isə sənət əsəridir. Bu belamurdan bir tikə yeyirsən, mədən qayıdır ki, varsa birini də göndər. Bir şişə 12 manatdır. Qiyməti hər cibə uyğun deyil, düzdür, amma keyfiyyətli məhsulun da qiyməti üstündə olur. Ortada kebab partiyası, salatlar, sular, hər şey gəldi. 6 nəfərlik bu qonaqlığa təxminən 170 manat xərc çıxdı. Adam başı 28 manat. Hesab kiminə görə baha, kiminə görə normal sayıla bilər. Bir də məkanda qəşəng canlı ifalar olur və adamın ürəyinə yağ kimi yayılır. Ünvanı da deyim birdən lazım olar. Badamdarda şəhər qaysinin yaxınlığında Naftalan klinikasının içində yerləşir. Ən azı bir dəfə yoxlamağa dəyər. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.